Salam, reabilitasiya.ru rubrikamızın bugünkü sualı reanimasiya şəraitində izlənən progressiv nevroloji problem fonunda respirator əzələlərin zəifləməsi ilə bərabər mexaniki ventilyasiyaya düşmüş şüuru açıq pasientlərdə kardiopulmonar fizioterapiya yanaşmaları hansılardır? İlk öncə bunu qeyd etmək istəyirəm ki, progressiv nevroloji xəstəliyi olan pasientlərdə ilk ağla gələn motor fəaliyyətlərdə baş verən zəifləmələrdir. Amma burada başlıca digər əsas problem tənəffüs mərkəzi ilə respirator əzələlər arasındakı əlaqənin pozulmasıdır. Bunun nəticəsi olaraq da respirator əzələlərinin zəifləməsi, spontan tənəffüsün zəifləməsi, spontan öskürək mexanizmasının getdikcə daha da zəifləməsinə gətirib çıxarmasıdır. İlk öncə fizioterapistlərin bu pasientlərdə göz ardı etməməsi gərəkən diafraqmanın aktivliyinin qorunmasıdır. Mexaniki ventilyasiya bu cür pasientlərdə demək olar ki, həyat qurtarıcı rol oynayır. Təbii ki, uzun müddət istifadəsi artıq respirator əzələlərin zəifləməsinə gətirib çıxarır. Respirator əzələlər ilk öncəliklə də diafraqmanın inaktivləşməsi artıq spontan tənəffüsün də demək olar ki, yoxa çıxmasına gətirib çıxarır. Bunun üçün də ilk öncə bu pasientlərdə manual diafraqmatik fasilitasiya texnikalarından istifadə etmək lazımdır. Təbii ki, bütün bunları əgər ki, pasiyent ventilyasiya ilə birlikdə sinxron şəkildə etsə, yəni inspirasiya zamanı manual diafraqmatik fasilitasiyaların edilməsi daha məqsədə uyğundur və ventilyasiyada olan pasiyent ventilyasiya aparatı inspirasiya verərkən inspirasiya etməsi, yəni sinxron şəkildə etməsi daha məqsədə uyğundur. Bu pasientlərin digər əsas problemlərindən biri də sekresiya toplanmasıdır və bunun səbəbi düzgün öskürək mexanizminin zəifləməsidir. Buna görə də bizim ağlımıza ilk gələn bu pasientlərdə hava yollarının təmizlənməsi, ilk olaraq sekresiyanın getdikcə ağciyərdə toplanmasının qarşısını almasıdır və ilk olaraq perkusiya ağlımıza gəlir. Amma onu qeyd edim ki, perkusiya burada əsas çıxış yolu deyil. Çünki perkusiya sadəcə sekresiyanın tərpənməsinə kömək edə bilər, amma bizim burada hava yollarında daşınmasına şərait yaradacaq müxtəlif texnikalardan istifadə etməmiz gərəklidir və bunun üçün də torakal və abdominal kompressiyalar və bütün bunların ekspresiya, yəni nəfəs vermə zamanı istifadə edilməsi daha məqsədə yetirir. Amma sekresiya daha çoxdursa, köməkçi cihazlardan, kaf assist kimi cihazlardan istifadə etmək də daha uyğundur deyə bilərəm. Eyni zamanda pozisiyalaşdırma da bu pasientlərdə önəmli rol oynayır. Yarı oturma və yan oturma vəziyyətlərində pozisiyalaşdırma bunlar üçün ən önəmli rol oynayan pozisiyalardır deyə bilərik. Ağciyər havalandırılmasında faydalı pozisiyalardan ən önəmli ikisi də bu iki pozisiyalanma metodudur.